xoşbəxtlik nədir sənin üçün? Burada sorğulamalı və getməli olduğun yer uşaqlığındır. Çünki uşaqlıqda qayğın yox idi, təşvişin yox idi. Yəni gələcək qayğın, gələcək qorxuların yox idi. Gələcəklə bağlı heç bir fikrin yox idi. Yəni orada sadəcə o sükunətdə, sadəcə həqiqətən də orada var olduğun, yəni mövcudluğunu hiss etdiyin bir period idi o. Və dolayısıyla həmin o anlarda nələri edirdin, yəni nələri etməyi çox sevirdin. Hansı ki, bu səndə çox təbii şəkildə olurdu. Bunu kimsə məcbur etmirdi. Yəni bunu səndən heç kim istəmirdi. Bunu çox təbii şəkildə öz içinlə kontakt quraraq etdiyin şeylər idi və bir çox şeylərdə heç fərqində olmadığın məsələlər idi. Görürsən, bunlar nələr idi? Bunlara baxa bilmək, bunları görə bilmək çox önəmlidir. Çünki bir çox sualların cavabı məhz orada yatır. Bir çox sualların cavabları oradadır. Dolayısıyla üzləşə bilmək, dönüşməyi seçə bilmək, böyüməyi seçə bilmək, məsuliyyət ala bilmək, bunları qucaqlaya bilmək, bunlar çox önəmlidir. Çünki o yaşanmışlıqlar, o uşaqlığın hamısı sənə xidmət edən yerlərdir. Səni böyüdən, səni dönüşdürən yerlərdir və hazırda sənə nələrsə yəni göstərmək istəyir. Bəlkə də içində bir səs var, hansı ki bəlkə də bu səsi boğursan. Bəlkə də bu səsi boğmaq üçün, bu səsi ignor etmək üçün həddindən çox nələrsə məşğul olursan. Bəlkə bu işdir, bəlkə bu münasibətdir, bəlkə bu Instagramda Reels çevirməkdir və ya da ki, mahnı dinləməkdir. Fərq etmir, yəni bunlar çox önəmli yerlərdir ki, yəni o iç səsini nə qədər bastırmağa çalışsan belə, bu sənin real həyatında, gündəlik həyatında və ya da ki, yuxularında özünü göstərən yerlərdir. Və bunlara fikir vermək və bunları görə bilmək çox önəmlidir.